Bugün YouTube'da hər şey var. Niyə insanlar pul verib təlim almalıdır? O qəşəng sual. Məsəl üçün bununla bağlı podkast var. USA-da bir dənə deyəsən Yaponun çıxışı idi. Çox qəşəng bir sözdür. O deyirdi ki, yüzlərlə videoya baxmaq səni bir sahə ilə bağlı ekspert etmir. Çünki sən o sahədəki o informasiyanın hansının lazımlı olduğunu, hansının lazımsız olduğunu, hansının bu gün gərək olduğunu, hansının necə ardıcılıqla istifadə edəcəyini baxıb, özün təhlil edib, görüb təzə nəticəyə çevirməlisən. Amma təlimə gedəndə sənə bir adam gəlir qabağında durur ki, bax bu 20 illik bir təcrübəm var mənim. Bunu bu gün öyrən, get bunu elə, sonra bu olacaq, bunu elə. Yəni sənə bir yol xəritəsi verir, bir cığır göstərir. Deyir filan yerdə çuxur var, filan yerdə çuxur yoxdur. Bunu keç. Yəni sən bir daha prosesi rahatlaşdırır. Hətta o çıxışda çox qəşəng bir söz var idi. O deyirdi ki, mən öyrənmək istəyirdim, insan psixologiyasını öyrənmək istəyirdim. Bunun əvəzində videolara baxmaq əvəzinə girdim, baxdım ki, marketinq və insan davranışları üzrə araşdırmacılardan birini tapdım. Ona yazdım ki, mənə 3 günlük təlim lazımdır, amma sənin bütün karyeranı öyrənmək istəyirəm. 3 günlüyü neçəyə satarsan mənə? Dedi 30 min dolar. Çıxartdım 30 min dolarını verdim. Adamın 3 günə mənə verdiyi informasiya onun 30 illik öyrəndiyi məlumatı o sıxır kompressor eləyir, 3 günə sənə verməyə çalışır. O qədər dəyərlidir ki, çünki biz hər öyrəndiyimiz, hər eşitdiyimiz şey bizim üçün dəyərli bir şey deyil.